Selamun Aleyküm ve Rahmetullah Və Şeyh. aleyküm salam və rəhmətullah və bərəkatuhu. Şeyh, bayram namazı necə qılınır? Elhamdülillah. Bayram namazı iki rükətdir. İki rükətdir. Fərq nədədir? Fərq təkbirlərdədir. Yəni Allah Ekberdə. Yəni əvvəlində əsas təkbirdən sonra 7 dəfə Allah Ekber deyirsən. İkinci rükətə qalxanda əsas təkbirdən sonra 5 dəfə təkbir gətirirsən. Təkbir yəni Allah Ekber. Yəni birinci başlayırsan Allah Ekber, əsas təkbir. Sonra Allahu Ekber, Allahu Ekber 7 dəfə. Sonra oxuyursan Fatihəni. İkincidə də qalxdın Allahu Ekber dedin. Qalxdın artıq qiyama. Yenə Allahu Ekber. Yəni Fatihədən qabaq oxunur. Amma birdən fərq ola bilər. Birdən bu məzhəblərlə idi. Məzhəblə gedənlər fərqlidir. Ola bilər təkbirləri əvvəldə eləsinlər, ya rükudan qabaq, ya rükudan sonra. Belə fərq ola bilər. Hər halda namaz səhihdir. Namaz səhihdir və bu xülası budur. Bəli. Bəs Şeyh, bayram namazı harda qılınır? Əsas bayram namazları, elhamdülillah, bayram namazları əsas ümumi yerlərdə qılınır. Ona görə belə xüsusi yer eləməyi, hər kəsi evdə qılmaq düzgün deyil. Ümumi yerlərdə, məsələn, imkan varsa açıqlıqda, çünki heç bir məscid bayram namazına gələn insanları əhatə edə bilməz. Yəni, yer olmaz. Və ona görə əslində bayram namazları açıq sahədə qılınır böyük yerlərdə. Amma imkan varsa, imkan yoxdursa, məscidlərdə qılınmalıdır. Bəli. Qadınlar və uşaqlar bayram namazına gələ bilərmi? Elhamdülillah, bəli. Bayram namazı yeganə namazdır ki, şəriət icazə verib öz həyat yoldaşı məscidə gətirmək. Çünki düzdür, qadın üçün ən əfsəl namaz onu evində qıldığı namazdır. Lakin bayram namazı biraz fərqlidir. Ona görə ailəni gətirə bilər, uşağı da gətirə bilər. Lakin əgər yer varsa, əgər şərait varsa, bəli. Aylıq halında olan qadın bayram namazına gələ bilərmi? Əgər gələrsə, məscidə daxil ola bilərmi? Elhamdülillah, hətta o vaxtı qadın gələ bilər, bəli, o halda olan. Düzdür, məscidə girməsə daha yaxşıdır, amma yer olmasa birdən necə indi bir yağış yağdı və ya necə birdən soyuq olsa, eyb etməz, girib otura bilər hələ vəziyyətdə. Şeyh, çox sıxlıq Amma olsa, namaz qılmayacaq, aydındır. Bəli. çox sıxlıq olsa, qadınları bayram namazına aparmamaq olar? Olar. Yəni, düz o fərz deyil. Amma birdən aparmasa evdə qılmaq, yox, evdə qılmasınlar. Kim gələ bildiyi, hətta kişilər birdən geciksə, eyb etməz. Qəza yoxdur o namaza. Bəli. Şeyh, Qurban bayramı neçə gündür? Qurban bayramı əslində Ramazan bayramından fərqlənir. Ramazan bayramı bir gündür. Bayram günü özü. Qurban bayramı bayram günündən əlavə 3 gündə davam edəcək. Bayram günündən əlavə 3 gün. Yəni, indi bu xristiyan tarixinə 27-sinə düşür. Deməli, 27-si bayram, Qurban bayramıdırsa, günüdürsə, deməli, ondan da əlavə 3 gün. 27-si, 28-i, 29-u, 30-u. 30-unacan, axşam namazınacan, gün batanacan bayram davam edir. Təşrik günləri deyilir o günlərə və qurban o vaxtacan kəsmək olar. Qurban sayılır. Qurban bayramının ilk günü hansı əməllə başlanılır? Deyilənə görə ilk qurban ətini yemək sünnədir. Belə bir şey varmı? Elhamdülillah, qurban günü ən birinci əməl, birinci hava münasibdirsə, qüsul alsan. Bayram qüsulu, bunlar vacibi deyil, müstəhəbidir. Qüsul alsan, təmiz paltarı geyinib, gəlirsən məscidə. Qurban bayramı, ümumiyyətlə, hətta orucluq bayramı, bayram namazından başlanır. Bayram namazından. Ona görə, hətta müstəhəb əməllər çoxdur bu günlər. Məsələn, bir yolla gəlirsən, təbrik edirsən, sonra başqa yolla gəlirsən ki, çox adam görəsən, təbrik eləyəsən və s. Təbii ki, indi onlar müstəhəb əməllərdir. İmkan varsa, imkan yoxsa eyb etməz. Xüsusən bu saat çoxsu maşınlarla gəlir və nəzərə alın ki, maşınlarla gələndə tıxaca səbəb olmayın. Həmçinin də cəmaatın qapılarının qabağında saxlamayın. İmkan varsa, məsələn, maşınsız gəlin. İmkan varsa, kimdə yaxındır, məsələn, kim yaxındır, maşınla gəlməsin. Nəzərə alın. Çünki məscidlər çoxsu elə yerlərdədir ki, sıxılıqdadır. Onu da nəzərə alın. Bayram günləri hamısı xoş olsun. Heç kəslə mübahisə eləmə, heç kəs sənə istənməsin və s. qəzəbli olmasın, inciməsin. Bəli. Qurban bayramı namazı, ümumiyyətlə bayram namazı hökmü nədir?
Elhamdülillah. Bu ümumən cəmaata fardul kifayədir. Yəni müəyyən dəstə qılsa kifayət eləyir. Hə, imkan dairəsinə gəlmək lazımdır. Bəli. Qurban kəsə bilməyən şəxs nə etməlidir? Elhamdülillah, qurban kəsə bilməyən şəxs heç nə. İmkanı yoxdursa heç nə. Qurban bayram namazını qılsın, zikirləri eləsin və salam. Nəsə qeyri-adi bir başqa heç nə lazım deyil. Xüsusi namaz və s. yoxdur elə şey. Bəli. Şeyx, son olaraq Qurban bayramı müsəlmana hansı mesajı verir? Birinci, bu bayram elə belə bayram deyil. Allah Taala tərəfindən olunub bayram. Allah Taala tərəfindən qeyd olunub. Təşviq olunub. Və biz görürük müsəlman bayramı, həmçinin bu tərbiyədir. Müsəlman bayramı necə olur? Başqa bayramlardan. O birisi bayramlarda görürsünüz, içirlər və s. Sönürlər və s. Nələrsə olur, nələrsə günahdan başqa hər şey, yəni savab əməldən başqa hər şey var, yəni günahlar və s. Amma İslam bayramı fikir versin qəşəng olur. Tərbiyə üzərində, təmizlik üzərində, kömək üzərində, dua üzərində, əziyyət verməmək üzərində, bir-birlərini görüşmək üzərində. Allah Subhanahu taala buyurur: "Və taavunu alel birri və təqva." Yəni bir-birinizlə yaxşılıq və təqva üzərində qurun əlaqələri. Və la taavunu alel ismi və udvan. Ayə. Yəni düşmənçilik, günah üzərində bir-birinizlə əlaqə qurmayın. Yəni bu bayram bizi birləşdirir, bizi islah eləyir, yaxşılığa aparmağa təşviq eləyir, daxilimizi dəyişir, təsirləyir. Böyük mənası var, böyük. Bəli. Bu qədər Şeyx, Allah sizdən razı olsun. Allah razı olsun.